vaxtı düzgün idarə etməyi öyrənmək sahibkarlıq bacarıqlarından biridir. Bəlkə də ən vacibidir, çünki başqa problemləri hansısa bir yolla həll eləmək olur, Bəli. amma vaxtı tapmaq olmur. Mən bir dəfə bir həm ictimai təşkilatda işləyirdim, həm təlimçi idim, həm də böyük bir holdingdə işləyirdim menecer kimi. Orada mənim tanışlardan biri dedi ki, Aygün müəllim, siz bunları necə çatdırırsınız? Time boxingdən istərdim, siz danışarsınız. Siz təcrübəniz var və öz işinizi orada necə qurmusunuz, o barədə biraz danışardınız. Yəni necə edirsiniz, günün hansı saatlarına qədər, misal üçün hansı işləri görmək sizin fikrinizə görə tövsiyə olunandır? Bəzi stereotiplər də var ki, sahibkar həmişə məşğul olmalıdır. Yəni hətta belə vacib bir işi də yoxdur, amma özü-özünə iş fikirləşir ki, oturum bunu edeyim, onu edeyim. Yaxşıdır da, məşğul olmalıyım. Yəni nə qədər çox işləsəm, o qədər çox pul qazanacam. Bu da həmişə belə olmur. Salam əleyküm, hər vaxtınız xeyir, xoş gördük. Hörmətli izləyicilər, Prospect Cloud ERP-nin dəstəyi ilə Business Talks söhbətlərimiz davam edir. Həmişə kimi bizim həmsöhbətimiz hörmətli İlkin Qarayevdir. İlkin Qarayev həm konsultantdır, həm mentordur, həm koçdur, həm təlimçidir. Ümumiyyətlə biznesi yaxından bilən, bizneslərə yaxından dəstək olan bir yoldaşdır. Onun fikirləri bu günə qədər bizim üçün çox maraqlı olub və inanıram ki, bu gün də onun zəngin təcrübəsindən biz bu günləri faydalanarıq və o verdiyi tövsiyələri mütləq şəkildə biznesimizə tətbiq edəcəyik. Hər vaxtınız xeyir olsun. Sizi Emin bəy, həm də izləyicilərimizi salamlayıram. Xoş gördük. Həmişə kimi mövzumuz biznes haqqındadır. Biz o biznesin bütün tərəflərini çalışırıq ki, əhatə edək və hissəli şəkildə hər görüşdən biz onun bir hissəsini deməli əhatə edirik, müəyyən hissələrini toxunuruq. Bugünkü görüş də sahibkarlığın deməli sahibkarlıq fəaliyyətinin deməli əsasına təsir göstərən amillərdən olan vaxtın düzgün idarə olunmasına həsr olunacaq. Ona görə ki, zaman necə deyərlər, qızıla bərabərdir deyirlər, atalar sözü var. Zaman əvəz olunmaz bir resursdur. Əgər sahibkarlıq fəaliyyəti mənfəət əldə etməkdirsə, əlbəttə ki, onun zamanı doğrudan sözün əsl mənasında qızılla ölçülə bilən bir məsələdir. İnşallah düşünürəm ki, bizim sahibkarlar hansı ki öz zamanlarının daha da səmərəli keçirmək istəyirlərsə, zamanını düzgün təşkil etmək istəyirlərsə, biznesinə daha effektiv vaxt ayırmaq istəyirlərsə, mütləq bizim bugünkü görüşümüzü dinləməlidirlər, baxmalıdırlar və mütləq şəkildə də faydalı кейsləri götürüb tətbiq etməlidirlər. Görüşümüz bildiyiniz kimi sahibkarın biznesdə öz zamanın doğru idarə olunmasına həsr olunacaq bu günləri. Sahibkarlıq fəaliyyətində necə işləri planlaşdırmaq lazımdır ki, biznesə daha çox fayda verə bilək, dəyər qata bilək. Elə bu baxımdan da İlkin müəllimə ilk sualım odur ki, niyə və nə üçün sahibkarlıq fəaliyyətində sahibkar üçün vaxtın idarə olunması önəmlidir, vacibdir? Nəyə görə buna çox diqqət ayrılmalıdır sahibkarlar? Emin bəy, həmişə kimi çox maraqlı mövzuları qaldırırsınız bu görüşlər bizdə. Doğrudan da ümumiyyətlə vaxt haqqında o sizin dediklərinizə, zaman haqqında dediklərinizə əlavə onu eləmək istəyirəm ki, bu bəzi belə deyək, o deyimlər var. İstəyərdim ki, bizim də izləyicilərimizdən bundan məlumatı olmayanlar da yararlansınlar. Yəni, ümid edirəm ki, faydalı olacaq bizim bu söhbətimiz. Əslində, o doğrudan da zaman elə bir şeydir ki, onu geri qaytarmaq mümkün deyil. Zaman elə bir şeydir ki, onu pulla almaq mümkün deyil. Zaman elə bir şeydir ki, onu toplayıb, saxlayıb, sonradan istifadə eləmək mümkün deyil.
Yani her bir insan için zaman çok vacip, önemli bir amildir. Xüsusilə də sahibkarlar üçün. Çünki sahibkarlar birincisi həm biznesin düzgün idarə olunması nöqteyi nəzərindən, həm özünün bir insan kimi vaxtının düzgün paylanması, idarə olunmasından və nəhayət də o belə deyək də iş və şəxsi həyatın düzgün planlaşmasında bu zamanın böyük rolu var. Ona görə də düzgün vaxtını idarə eləməyən sahibkarlar e, ciddi problemlərlə üzləşirlər. Yəni mənim də gördüyüm, biz özümüz də bu yollardan keçmişik, özümüzün də belə deyək, zamanla bağlı problemlərimiz olub, nəyisə çatdıra bilməmişik. Demişik ki, sutkada 30 saat, 40 saat olsaydı daha yaxşı olardı. Amma bu düzən ən optimal, ən kamil düzəndir Allahın düzəni ki, doğrudan da sutkada 24 saat var və bu vaxtı düzgün planlamaq, idarə etmək lazımdır. Nə ilə daha çox rastlaşırıq? Zamanla bağlı stereotiplərlə rastlaşırıq. Bəzi adamlar hesab edirlər ki, nə qədər çox işləsən, o qədər effektiv, səmərəli olacaqsan, o qədər çox pul qazanacaqsan. Və yaxud tam tərsinə elə adamlar da var ki, əşi iş gələcəksə, Allah verəcəksə, o verəcək onsuz da mən gündə bir saat da işləsəm kifayət eləyəcək. Qalan vaxtı boş yerə keçirdir və s. Yəni bunların hamısında bir problem yaşayacaq insan. Təbiidir ki, yəni ən azından özündən asılı olan vaxtı düzgün idarə etməyi öyrənmək sahibkarlıq bacarıqlarından biridir. Bəlkə də ən vacibidir, çünki başqa problemləri hansısa bir yolla həll eləmək olur, Bəli. amma vaxtı tapmaq olmur. Bu nöqteyi nəzərdən hesab edirəm ki, vaxtın idarə olunması sahibkarlıq üçün vacib məsələlərdəndir və bunu bacarmayan insanlar e, problemlərlə üzləşirlər və öylərini də görmüşük. Burada nə baş verir? Həddindən artıq yüklənmə, evə, ailəyə, dostlara, şəxsi həyata vaxtın qalmaması və işdə artıq keçirilən bu streslər sağlamlığa da mənfi təsir edir, insanın imicinə də mənfi təsir edir və nəticədə də həmin adam nəyəsə güya ki öz baxımından nail olur, amma başqa tərəfdən insan itirir təbiidir ki. Ona görə bu çox vacib mövzudur. Yəni bunun haqqında çox danışmaq olar. Yəni suallar olduqca hesab edirəm ki, bunun dərinliklərinə girə bilərik. Əla. Əla. Yəni biz buradan başa düşdüyümüz odur ki, tək sahibkarlıq fəaliyyəti üçün yox, ümumiyyətlə hər bir şəxs üçün zamanın idarə olunması önəmlidir. Sahibkar ələxüsusdur ki, bu sürətli bir biznesin inkişaf dövründə ümumiyyətlə biz axı biznesin müxtəlif mərhələlərini burada müzakirə edirdik. Ələxüsusda ki, ilk mərhələsi o ilk 12 ay. Yəni sənin bir qısa müddətin var, biznesi ayağa qaldırmalısan, çox məhdud bir zaman çərçivəsində sən maksimal effektiv olmalısan. Burada bir effektivlik lazımdır və eyni zamanda bizneslər özləri sürətlənib. Müştərilər seçimlərini çox sürətlə edirlər, qərarlarını sürətlə verirlər və hətta səhv etmirəmsə Microsoftun sahibi Bill Gates demişdi ki, hətta kitabı var desəm bu barədə. Ya ölü bizneslər var, ya sürətli bizneslər var. Ölü Hı və ya hı. sürətli. Yəni bu çox vacibdir. Bu hətta Western'də olan bir deviz var da ki, sən tez tüfəngi və ya da ki, pistolet və əl atmamış səni vura bilərlər. Ona görə çox sürətli olmalısan. Sürətli olmasan, deməli ölürsən. İndi bizneslər də gəlib o Western kinolarında əks olunan o qəhrəmanlara çeviriblər və hər şey sürətlə dəyişib. Biz siz demişkən vaxtı 24-ə artıra bilmirik. 24 bizə Allah tərəfindən verilən bir müddətdir, zamandır. Biz yalnız o sürəti əldə etmək üçün effektivliklə onu yalnız həyata keçirə bilərik. Effektiv fəaliyyət göstərməklə daha sürətli ola bilərik. Zaman hər kəsə bildiyimiz qədər eynidir. Ona görə bu mövzu
sahibkarlıq fəaliyyəti ilə yanaşı, həm də ki, ümumiyyətlə bir insani, bir bəşəri bir problemdir. İnsanlar öz vaxtlarını doğrudan da düzgün, səmərəli istifadə etməlidir. O ki qaldı bizim mövzuya, sahibkarlıq mövzusuna. Əlbəttə ki, biz çalışarıq sahibkarlar üçün, yəni onlara uyğun olaraq, deməli, faydalar haqqında danışaq. Necə edək ki, sahibkarlar vaxtların düzgün planlanması ilə bağlı faydalı məlumatlar bizdən əldə etsin. Və buradan da sualıma keçmək istəyirəm. Ümumiyyətlə, adətən tipik vaxt itkiləri harda baş verir? Yəni hansı məsələlərdə olur? Nələrə ümumiyyətlə diqqət etməlidirlər? Yəni ümumiyyətlə işləri necə planlaşdırmalıdır? Operativ işləri necə onları deməli idarə etmək lazımdır? Toplantılar necə? Bu barədə zəhmət olmasa istərdim ki, məlumat verəsiniz. Biz vaxt itkiləri harda müşahidə edirik sahibkarlarda və onların qarşısını inşallah necə almaq lazımdır, o barədə danışarıq. Deməli, doğru qeyd elədiniz. Vaxt itkisinə, sahibkarın vaxt itkisinə səbəb olan problemlər var və biz bunları əvvəl tanımalıyıq ki, sonra onlarla da bir mübarizə apara bilək. Bəli. Başa düşməliyik. Adətən rast gəlinən, biz əvvəlki görüşlərimizdə də toxunduğumuz məsələlər var bunların içində. Birinci, mən hesab edirəm, prioritetlərin düzgün müəyyən olunmaması. Yəni, sahibkarlar bəzən o qədər də vacib olmayan, prioritet olmayan məsələlərə əsəblərini, vaxtını çox sərf eləyirlər, amma prioritetlər qalır qıraqda və belə deyək də, son nəticədə aləm qarışır bir-birinə. Burada həm gündəlik məsələlərdə prioritetlər var, həm də strateji məsələlərdə prioritetlər var ki, o prioritetləri düzgün müəyyən eləmək bacarığı. Yəni, mən nə ilə məşğul olmalıyam? Yəni, bu əsas problemlərdən danışırıq. Sonradan indi öz praktikamızla, öz yanaşmamızla da bölüşə bilərik. Digər məsələ, deməli, proaktiv olmamaq, reaktiv rejimdə çalışmaq, məsələ qalxanda məşğul olaram, problem yarananda həll edərəm. Deməli, bu yanaşma da sahibkara vaxt itkisinə səbəb olur son nəticədə. Digər tez-tez rast gəlinən məsələlərdən biri sahibkarların işlərin böyük əksəriyyətini, vacib işləri öz üzərinə götürməsi, səlahiyyətlərin ötürülməsində problemlərinin olmasından irəli gəlir. Yəni, özüm eləyərəm, ona başa salana qədər, onun dalınca düşənə qədər, məndən yaxşı bunu eləməyəcək, yox, bu vacib məsələdir, bunu mən özüm eləməliyəm. Delegasiya problemləri, belə deyək. Bəli. Sonra vaxtın özünün planlamasında olan problemlər. Yəni, bəzən görürsünüz ki, biz özümüz də başımıza gəlib, hansısa bir məsələnin üzərində fokuslaşırsan, onun üzərində işləməyə başlayırsan, həmin anda bir SMS gəlir və yaxud WhatsApp mesaj gəlir, və yaxud nəsə bir şey gəlir, adam işini qoyur, o saat telefona qaçır. O saat e-mail gələn kimi açıb onu oxumalısan, ona cavab verməlisən. Bu da sənin fokuslandığın işdən, ideyadan, fikirdən, fikrini dağıdır və sonradan yenidən o işə dönəndə sən yenə də o beynində o prosesləri yenə keçməlisən. Bir növ, o da dəyişən fokuslar deyək, belə deyək, bu problemi adlandırsaq. Və belə deyək də, son nəticədə hansısa bir məqsədlərin olmaması. Yəni, günün məqsədləri, həftənin, aylıq, nə bilim, uzun müddətli məqsədlərin düzgün müəyyən edilməməsi, bu da sahibkara vaxtını düzgün fokuslamağa, deməli, fikrini cəmləməyə, düzgün yerə istiqamətləməyə mane olan səbəblərdən də hesab edirəm. Yəni, qısaca desək, yəni, mən bu problemləri görürəm, adətən bunlarla rastlaşmışıq. Yəqin ki, sizin əlavəniz də var bu məsələyə. Sizin o dediyiniz bu siyahıda sonuncu bənd mənə çox diqqətimi cəlb edir. Həddən artıq diqqətimi cəlb edir və mənim fikrimə görə ən böyük
problem kiçik orta bizneslərdə, ümumiyyətlə sahibkarlarda indi müxtəlif miqyaslı biznesləri götürsək, strateji plandan irəli gəlir. Hı. Sözün əsl mənasında digər alətləri haqqında məlumatımız var bizim. Bilirik ki, tapşırıqların idarə olunmasıyla bağlı task management proqramı var. Əlbəttə ki, biz bilirik ki, əməkdaşları işə cəlb etmişiksə, onlara müəyyən işləri delegasiya etməliyik, işləri onlara tapşırmalıyıq, yönəltməliyik. Bəzən də amma bunları bilərəkdən bütün bu məsələləri, iclasları məsəl üçün reqlament olmalıdır. Məncə hər kəs bilir ki, iclasın vaxtı olmalıdır, bir müəyyən bir vaxt çərçivəsində. Amma bunları bilərək sahibkarlar əksər hallarda bunları riayət eləmir. Yəni yəqinlik dərəcəsinə çatmır ki, yəni bu məsələlərdə effektiv olmaq lazımdır. Bunun da əsas kökü o strateji planın olmasıdır. Ümumiyyətlə sahibkarın biznesdə hədəfin olmamasından irəli gəlir. Əgər doğrudan da ciddi bir hədəf qarşınızda durubsa, müəyyən bir işi həyata keçirmək və ya müəyyən bir məsələyə çatmaq üçün siz orada dərhal o prosesi icra etmək üçün, hədəfə çatmaq üçün, prosesi icra etmək üçün rolları fikirləşirsiniz. Mənə filan rolları lazımdır, filan kəs lazımdır, filan kəs lazımdır, filan peşəyə, filan biliyə, filan savada, filan ixtisasa və belə olduğu halda əgər mən strateji buna baxıramsa, hədəfi görürəmsə, hədəfə çatmaq üçün rolları görürəmsə, mən ilk növbədə gərək öz rolumu müəyyənləşdirim. Mənim rolum görəsən burada nədir? Yəni adətən biz bu yerdə axsayırıq da. Sahibkarların axsadığı yer odur ki, özünü həm fəhlənin yerində görə bilir. İndi ən belə primitiv misalla da həm briqaderin yerində bəzən görmək istəyir, görə bilir. Bəzən də gəlir dizaynerin yerində görmək istəyir. Amma strateji plan əsasında hərəkət etsə, mən bu dəqiqə nə işlər görə bilərəm ki, mənim işim maksimal dərəcədə effektiv olsun və məndən başqa bunu heç kəs icra edə bilməsin. Yanaşma belə olsa, artıq digərlərin işləri plan. Yəni faktiki olaraq problem nədir? Problem odur ki, sahibkar öz işini düzgün planlaşdırsa, qalanların işləri avtomatik planlaşır. Müdaxilələr azalır. Yəni mən hədəfimi görürəmsə, hədəfə görə müəyyən resurslar cəlb etməliyəmsə, özümü ən böyük resurs bilməliyəm və digərlərin bacarmadığı bir işdən yapışmalıyam. Belə olduğu halda artıq mən gedib hər kəsin görə biləcəyi işə müdaxilə etməyəcəm. Və əlbəttə ki, bu təcrübə tələb edir bir tərəfdən. Ona görə ki, digərlərin işini təşkil etmək özü bir biznesdə bir idarəetmə təcrübəsi, menecment təcrübəsidir. Digər Doğru. tərəfdən doğru insanları seçmək. Əgər mən doğru insanları seçməmişəmsə, mən sadəcə olaraq tapşırıqla insanları işə cəlb etmişəmsə, əgər mən seçim kriteriyası, job description deyək, onlar düzgün yazılmayıbsa, əlbəttə ki, oradakı buraxdığım xətaların bədəlini ödəməliyəm. Mütləq ödəməliyəm. Deməli, o xətalar nə xətalardır ki, insanlar səriştəli deyirlər, mən onların yerinə çalışmalıyam. Doğrudur. Və belə görünür ki, artıq bu vaxtın idarə olunması tək bu biliklərin bilməsindən keçmir. Eyni zamanda böyük bir visiondur. Yəni mən ona görə bu işlə məşğul olmuram ki, olmamalıyam ki, ona görə ki, bundan daha vacib işlə məşğul ola bilərəm. Sahibkarlar həmin o sərhədi görməyəndə, həmin o incə sərhədi görməyəndə və o həmin orada duyğu olmayanda onlar hər bir şeylə məşğul olmağa hazırdılar. Gətir sənə kömək eləyim. Gətir baxaq bir falan eləyək. Bir yerdə baxaq, bir yerdə araşdıraq. Halbuki əməkdaş özü araşdırsa və nəticəni sizə göstərsə, siz nəticənin əsasında ona bir istiqamət versəniz daha yaxşı olar. Əlbəttə istisnalar var. Bu təcrübə proqramı əsasında müəyyən detallara enmək kimi məsələlər mümkündür. Amma ümumiyyətlə mənim hər dəfə özümdə də müşahidə etdiyim odur ki, mən arabir sahibkar unudur ki, strateji hədəfi nədən ibarətdir. Lokal olaraq biznesinə baxır. Və o da lokal biznesə baxanda əlbəttə ki, o xırda məsələlərə enmə kimi fəaliyyətlər olur. Bəzən də İlkin müəllim dəfələrlə müşahidə etmişəm özümdə də ki, strategiyanı unudandan sonra sən elə bil ki, naviqasiyanı itirmiş bir təyyarəyə dönürsən. Bəli, tamamilə. Bilmirsən nə işləri görərsən, nə addımlar atarsan, hansı istiqamətə hərəkət eləyərsən. Yəni Tamamilə. sahibkarın əsas hədəflərindən, gün ərzində hədəflərindən biri odur ki, strateji xəttini
gözünün önündə saxlamaq və ona uyğun olaraq həm də zamanın planlaması düşünürəm ki, təşkil etmək çox rahat olacaq. Mən sizin bu sonuncu strateji hədəflə bağlı, bir visionla bağlı məsələyə belə bir deməli mənə belə bir təəssürat yarandı ki, mən özüm də bu nöqsanları biznesi təkrar-təkrar deməli nöqsanlara yol verirəm və düşünürəm ki, sahibkarların, mən tanıdığım, bildiyim sahibkarlar da bu məsələdə axsayırlar. Və çox doğru qeyd etdiniz. Doğrudan da vacib bir nüansdır ki, hədəf gözümüzün qabağında olanda biz tamamilə başqa cür davranırıq, biz tamam başqa cür işləri planlaşdırırıq. E, Sizin o sözünüzə əlavə eləmək istəyərdim. Yəni bu hədəf bir növ bizim bu mayakımızdır da. bəli, O bizə həm ilham verir, bəli. həm bizi əyri yoldan, səhv yoldan çəkindirir, həm bizi belə deyək, işimizi sistemli şəkildə qurmağımıza məcbur eləyir. Toparlayır Həm bizi, də bir toparlayır. arxayınlıq verir ki, mən yavaş da getsəm, addım-addım da getsəm, yolum düzdür. Bəli. Yəni əgər sən düz yoldasansa, burada belə deyək də birinci gəlmək şərt deyil. Hı -hı. Şərt odur ki, sən öz yolundan gedəsən və doğru yoldan gedəsən və o finişə gedib qoyduğun hədəflərə gedib çatasan. Bəli, ola bilər ki, müxtəlif obyektiv, subyektiv səbəblər mane olsun, sən biraz gecikəsən, yolda ləngiyəsən, amma əsas odur ki, sən heç vaxt strategiyanı, mayakı, gedəcəyin yolu, hədəfi nəzərdən qaçırmayasan. Və belə olanda əlbəttə ki, doğrudan da o adam artıq düşünür ki, mən vaxtımı düzgün şeylərə həsr edeyim. Çünki sahibkarın əvəzinə heç kim o strateji məsələlərlə məşğul olmayacaq. Bəli, Əgər sahibkar biz bu məsələlərə keçən görüşlərimizdə də toxunmuşduq. Yəni biz özümüzdə də məsələn belə bir deməli kollektivlə işləyəndə biz hər gün iclasda olurduq saatlarla. bəli, Saatlarla iclasda olurduq və hətta bəzən orada qərar qəbul edirdik. Sonra gələn iclasda gəlir deyirdik ki, bəs nə oldu onu eləmədik? Dedi, yox, vaxt çat qalmadı axı onu biz eləməyə. Çünki bütün elə həftəni iclaslarda olduq, bunun üçün gərək oturub işləyəsən. bəli, Və artıq o dediyim kimi bir məqamda biz ayıldıq ki, biz həddindən artıq operativ idarə etməyə belə deyək də çox vaxt sərf edirik. Nəinki strateji idarə etməyə. bəli. O məsələdən sonra biz qərarlarımızı dəyişdik, səlahiyyətləri ötürdük. Hətta mən o bir şirkətə dəvət olunmuşdum məsləhətçi kimi. Orada mən bu prosesi gördüm onlardan. Yəni adamlar xaricdəki bir şirkətin Hı -hı. xırda detallarına belə özləri qərar verirdilər. Yəni oradakı adama heç bir səlahiyyət verməmişdilər. Sən ancaq işini gör, bizə müraciət elə, biz deyəcəyik, hə elə, yoxsa eləmə. Bu bir mikromaliyyə təşkilatı idi. Biz orada bir sistem yaratdıq və mən təklif elədim ki, siz bu adama etibar edirsiniz, hə, etibar edirik. Bu qədər bacarığı ilə, biliyi ilə bu xırda kreditlərə özü qərar verə bilər. Bəli, qərar verə bilər. Gəlin bu səlahiyyəti verək, 3 ay işləsin, baxaq görək ki, nə olur da. Ondan böyük, risklər böyük olarsa, hə, onda artıq buna da belə deyək də bir komitə yaradılmalıdır. Kredit komitəsi və yaxud müşahidə şurasının hansısa bir icra komitəsi yaradılsın. Onlar qərar versinlər. Onlar da artıq rəhbərliyə birbaşa, yəni belə deyək, məsul olsunlar. Bəli, O sistemi qurandan sonra sahibkar dedi ki, inanırsınız, mən bir ildə heç onların bir iclasına da getməmişəm. Necə o vaxtdan qurmuşuqsa, sistem işləyir, mən ancaq hesabatlara baxıram, sualım olanda çağırıb verirəm, daha iclasların heç birində iştirak eləmirəm. Halbuki onlar bütün günü, yəni hər gün iclas edirdilər və orada qərar verdilər, yeni başlamışdılar biznesə. Yəni bu nöqteyi nəzərdən doğrudan da sahibkarın vaxtını heç yerdən tapa bilməyəcək və onun əvəzinə də o rolları heç kim oynamayacaq. Və səlahiyyətləri də ötürəndə dediyim kimi çox vaxt düşünürük ki, bu bacarmaz, onu mən istəyən kimi eləyə bilməyəcək. Amma qayda deyir ki,
neyi ki hansı səlahiyyət ki sahibkar ötürə bilər, onu mütləq ötürməlidir. Ötürmürsə, deməli artıq o özü üçün əlavə problem yaradır. Hətta mən bir dəfə bir həm ictimai təşkilatda işləyirdim, həm təlimçi idim, həm də bir böyük bir holdingdə işləyirdim menecer kimi. Orada mənim tanışlardan biri dedi ki, İlkin müəllim, siz bunları necə çatdırırsınız? Hı. Dedim ki, yəni çox sadədir, hər birinin öz, yəni məndə vaxtı var, klasteri var. Onlara uyğun hərəkət edirəm, onlara da uyğun çalışıram. İndi yəni nə qədər öhdəsindən gəlirəm, yəni bunu kənardan qiymətləndirə bilərlər, amma Hı. yəni mənim də özümə də, ailəmə də yəni çalışıram ki, vaxt çatdırım. Çünki başqa cür hər şey biznesdən pul qazanmaqdan ibarət deyil. Bəli. İnsan sağlamlığına da baxmalıdır, qohum-əqrəbasına da, ailəsinə də vaxt ayırmalıdır, dostları ilə də görüşməlidir. Yəni həyatın o belə deyək də dadını çıxartmaq üçün bunlar hamısı vacibdir. Ancaq biz iş, yəni biznesdən ibarət olsa insanın həyatı, o pul qazandığı pul nəyə lazımdır ki? Bəli. O nöqteyi nəzərdən, yəni siz çox yəni vacib məsələləri də dərinliyinə getdiniz, doğru deyirsiniz. Yəni bu deleqasiyadır və əsas da ki, bu hədəflərin düzgün yaddan çıxması, yəni hədəflərə düzgün istiqamətlənməmə, bu da səbəb olur vaxt itkisinə. Əla. Biz elə usullara keçmək istirdik. Sualım belə o idi. Siz Bəli, artıq toxundunuz delegasiya birinə. bəli, Bir də ki, vaxtın klasterlərə bölünməsi. İndi time boxing də deyirlər ona, zamanlara bölünməsi. bəli, bəli, Delegasiya ilə bağlı düşünürəm ki, tam ayrıca bir veriliş etmək lazımdır. Ona görə ki, mövzu çox genişdir. Hətta xatırlayırsınızsa, delegasiya ilə bağlı mənim bir master klassımda vardı. Siz də bəli. qonuşmuşdunuz. İnşallah o mövzunu biz bir yerdə sizlə geniş danışarıq. Amma qısa olsa nə deyə bilərik delegasiya barəsində? Delegasiya əlbəttə ki, siz qeyd etdiyiniz kimi, əgər o işlər ki, əməkdaşlar görə bilərlərsə və onu yönəltmək lazımdırsa, mütləq yönəldək. Sadəcə olaraq biz ilk növbədə doğru əməkdaşlar seçməliyik ki, işin keyfiyyətli icrası təmin olunsun. Sözsüz ki, burada öyrətmək lazımdır. Əvvəl siz istədiyiniz nəticəni ala bilməyəcəksiniz. Mən ümumiləşdirmiş deyəcəyəm ki, sonra biz bu mövzu dərinə girəndə Bəli. əlbəttə ki, istədiyiniz nəticəni almayacaqsınız ilk gündə. Ona görə ki, əməkdaşa yeni vərdişlər deməli yaratmaq lazımdır. Ona da imkan vermək lazımdır ki, müəyyən səhvlər etsin, səhvlər üzərində öz təcrübəsini artırsın. Amma zamanla siz əlbəttə ki, delegasiya vasitəsilə işlərin əməkdaşlara ötürülməsi, tapşırılması vasitəsilə yaxşı nəticələr əldə etmiş olacaqsınız. Bəli, çoxları işi tapşırır, sonra keyfiyyətsiz nəticə görəndə gördüm də ötürdüm, alınmadı, yenə də özüm bu işlə məşğul olacağam. Burada iki problem var. Ya siz məsələni şəffaf, aydın şəkildə izah etməmisiniz, ya da ki, əməkdaşın deməli hazırlıq səviyyəsi, yəni onun biliyi, savadı, təcrübəsi buna tam imkan vermir. Bu iki məsələyə diqqət etmək lazımdır. Ötür məsələsi nə olacaq? Ötür məsələsi olacaq ki, siz şirkəti böyüdə bilməyəcəksiniz. Delegasiya ən çox şirkəti miqyaslandırmaq üçündür. Belə deyək də, Tamamilə. böyütmək üçün. Yəni çox pilləli iyerarxiya qurmaq üçündür. Artıq mən delegasiya edə bilirəmsə, bir pillə yuxarı qalxıram və öz altımda yeni menecerləri formalaşdırıram. Bir pillədə qalxıram, artıq mən həmişə ona avtomobillə müqayisə edirəm. Sürət qutusu olur çox pilləli. 2 skorusdur, 3 skorus. O çox pilləli idarə etmə də elə bir məsələdir ki, biz onu delegasiya etdikcə şirkət 4, bəzən də görürsüz 5-6 iyerarxiyalı holdinqlərdə bəzən daha çox ola bilir. Onu qura bilirik. Və belə olduğu halda artıq biz delegasiya edirik və yeni filiallar açırıq, ya da biznesin yeni istiqamətlərini kəşf edirik, yeni istehsal sahələrini düşünürük. Və burada çox vacib məsələ biri odur ki, şirkətdə bir mədəniyyət formalaşır kadrların inkişafı ilə bağlı. Burada işləri həvalə edirlər, öyrədirlər, daxildə karyera yüksəlişini təmin edirlər. Məhz delegasiya vasitəsilə siz O daxili da bir motivasiyadır işçilər üçün. motivasiyadır. Həm daxili əməkdaşlar üçün, həm də ki, qıraqda bir imicdir ki, yəni orada belədirlər. Biz bəlkə ora gedək. Ora getsək Bəli. daha yaxşı karyera qura bilərik. E, Bu həm də güvəndən irəli gələn məsələdir. Əməkdaşlar deməli hiss edirlər ki, şirkətdə rəhbərlik onlara güvənir, etibar göstərir.
Burada biz əlbəttə sahibkarın eqosu mövzusuna da toxuna bilərik. Delegasiya etəndə maneçilik törədən amillərdən biri. Digər tərəfdən səhvlərə tolerantlıq mövzusu var burada. Şirkət var, səhvləri qətiyyən qəbul etmir. Orada yol verilməzdir səhvlər etmək. Əməkdaş səhv etdi, artıq o yaxşı əməkdaş deyil, yaxşı insan deyil hətta. Ona görə də bu tipli məsələlər inşallah biz danışarıq. Delegasiya doğrudan da sahibkara kifayət qədər ciddi vaxt qazandırır. Bayaq qeyd etdiyimiz kimi o həm şirkətin inkişafına sərf edə bilər, həm yeni şirkət aça bilər, həm eyni şirkətin başqa istiqamətlərini inkişaf elətdirə bilər və eyni zamanda da daxildə kadrların inkişafı, deməli onların şirkətə olan sadiqliyini bu formada artırmaq imkanı. Bu çox vacib məsələdir. Time boxingdən istərdim siz danışarsınız. Siz təcrübəniz var və öz Hı hı. işinizi orada necə qurmusunuz, o barədə biraz danışardınız. Yəni Hı. necə edirsiniz? Günün hansı saatlarına qədər, misal üçün hansı işləri görmək sizin Hı. fikrinizə görə Hı. tövsiyə olunandır? Yəni onu təqribən bir öz nümunənizi izləyicilərə Mən bildirərdiniz. məmnuniyyətlə bölüşərəm. İşimin mənim elə vaxtları olub ki, həddindən artıq çox olan vaxtları olub, biraz daha az olan vaxtları olub. Mən çalışmışam həmişə o işlərə, o bizneslərə qoşulum ki, ora mənim vaxtım minimum getsin. Yəni ölçü götürəndə tək pulla yox, ora ayıracağım resurs, enerji və vaxtı da hesablamışam. Ki mən bunu bacaracam yoxsa yox. Çünki elə şeylər olub, məsəl üçün mənə təkliflər olub, cəlb edici təkliflər olub, amma mən görmüşəm ki, mən orada hər gün saat 9-da girib axşam 8-də 9-da çıxacam və başqa işlə məşğul olmağa vaxtım olmayacaq. Düzdür, nəsə pul qazana biləcəm, amma özümün sağlamlığımı, vaxtımı daha dəyərli hesab eləyib imtina eləmişəm. Mən işimi necə qururam? Mən çalışıram ki, hər gün səhər və axşam qısa planlama eləyim. Yəni bugün nə işlər görəcəm? 5 dəqiqə, 10 dəqiqə onun üzərindən keçirəm və çalışıram bütün işlərimi yazım. Yəni yaddan çıxır. Yəni işlər çox olanda yaddaşa arxayın olmaq. Bunun üçün indi xüsusi proqramlar var. O haqda da danışarıq. Onlardan, o alətlərdən istifadə edirəm. Tövsiyə edirəm sahibkarlara. Yəni Trello kimi Google Sheetlərdən, Google Timing'dən, kalendardan və hətta telefonlara, smartfonlarda da var bu saat o deməli təqvimlər, onlardan istifadə eləsinlər. Və o planlamada mən bugünkü prioritetlərimi, vacib işlərimi planlaşdırıram və o planlamanı bir də günün sonunda 5 dəqiqə, 10 dəqiqə də olsun ona qayıdıram ki, mən bu günləri nəyi eləyə bilmədim, nəyi sabaha keçirdim. Hətta lap əvvəllər mən sahibkarlıq fəaliyyətinə yeni başlayanda özümdə belə bir qayda olmuşum. Mənim gündəliyim var idi. Və gündəlikdə bu gün yazdığım məsələlərə əgər bu gün hansınısa eləyə bilmədimsə, onu keçirdirdim o birisi səhifəyə. Mənim bir dostum da var idi ki, deyirdi ki, ya da sən elə vaxtı bu yazıları bu səhifədən o birisinə keçirtməyə sərf edirsən. Deyirəm, yox, o mənə həm də o belə deyək, o motivasiyanı verir ki, bu yazmaqdan yorulmadım, bunu elə də, icra elə. Yəni mən onu keçirdirdim o birisi səhifəyə, düzdür, indi onu artıq biraz daha təkmilləşdirmişəm. Özüm həmin təqvimdə keçirdirəm. Bilirəm ki, mənim sabah bir gündə vaxtım olmayacaq. Birbaşa keçirdirəm gələn həftəyə və yaxud başqa yerə. Orada da təbiidir ki, o prioritetlərdən asılıdır ki, o nə dərəcədə təcilidir, nə dərəcədə vacibdir həmin iş. O prioritetlərə görə bölürəm. Və adətən mən günün birinci yarısını sərf eləyirəm, deməli, görəcəyim yazılara, işlərə, nəyə ki fokuslanmalıyam, vacib məsələləri nahara qədər bitirməyə çalışıram. Nahardan sonra adətən biraz dincəlməyə vaxt sərf eləyirəm, görüşlərimə vaxt sərf eləyirəm. Görüşlərimi çalışıram onlayn şəkildə keçirdim. Əksəriyyət görüşlərimi, çünki artıq şəhərin tıxacları ilə bir görüşə gedib gəlmək bir saat, 2 saat vaxt apara bilər və ən çox heyfsləndiyim vaxt da yolda, tıxacda keçirdiyim vaxtlaradır. Öz maşınım olsa da bəzi görüşlərə vacibdirsə özüm getməyim, yəni onlayn alınmırsa,
taksi ilə gedirəm və yaxud sürücü ilə gedirəm. Niyə görə? Çünki heç olmasa o yolda vaxtdan səmərəli istifadə edeyim. Hansısa yəni planşeti götürürəm özümlə, hansısa vacib podkastlara və yaxud maraqlı məlumatlara çalışıram dinləyim. Yazılarım olanda orada yazıram. Və eyni zamanda da misal üçün hansısa bir idmana, əgər idmanla məşğul olmuşsa, mən ona da iş kimi baxıram. Əgər mən həftədə 2 dəfə getməliyəmsə, artıq mütləq bunu gedəcəm. Heç vaxt o vaxta görüş salmıram. Vacib bir iş də olsa onu başqa vaxta keçirirəm. İndi elə iş olur ki, toy olur misal üçün, Allah xeyir qismət eləsin həmişə. Ora getməlisənsə, mən o həmin günün əvəzinə sabahsı gün ya ondan o birisi gün o həftədə 2 dəfəni təmin eləmək üçün mütləq idmana da getməliyəm. Çünki yalnız dediyim kimi həyat işdən ibarət deyil və biz əgər bu planlamanı düzgün eləmiriksə, bu nəyə gətirir, çıxardır? İnsan əhval-ruhiyyəsinə birbaşa təsir edir, onun ailəsinə, uşaqlarına kifayət qədər vaxt sərf eləyə bilmir. Mən bu yerdə yadıma düşür, Rusiyada indi onun familiyasını unutmuşam, soyadını, məşhur bir iş adamı var idi. Onun 32 zavodu var idi. Rusiyanın bütün bölgelerinde. Adam sonra birdən-birə neynədi? Bütün əmlakını, zavodların hamısını satdı. Getdi o Skolkovada biznes məktəbində başladı orada təlimçi kimi fəaliyyət göstərməyə. Və orada ona sual verdilər ki, siz birdən-birə bu qədər uğurlu adam sahibkar kimi, uğurlu iş adamı kimi bu qədər iş görmüşdünüz. Sizdə 20 mindən yuxarı adam çalışırdı sizin deməli bu zavodlarınızda, fabriklərinizdə. Siz birdən-birə bu niyə döndünüz? Deyir, mən bir gün biraz xəstə oldum, işə gedə bilmədim. Və evdə olarkən belə çıxdım, deyir, balkona. Başladım seyr eləməyə. Telefonumu da söndürmüşdüm həmin bu vaxt. Kimləri narahat eləməsinlər. Mən birdən-birə ayıldım ki, mən heç evimizin qabağında buradakı heç ağacları görməmişəm indiyə kimi. Mən 15 ildir burada yaşayıram. Mən heç ona fikir verməmişəm. Mən gördüm və qonşularım gedir, çıxırlar, oturub söhbət edirlər həyətdə. Yəni mən başa düşdüm ki, mən həyatdan kənarda qalmışam. Mən bizneslə məşğul olmuşam. Aylarla olub ki, mən evimə, yəni belə deyək də, normal vaxtda gəlib uşaqlarımı oyaq görməmişəm. Elə vaxt gəlmişəm, işdən ki, hamısı yatıb, səhər də elə vaxt getmişəm ki, uşaqlar hələ bağçaya getməyib və s. Yəni ona görə mən başa düşdüm ki, mən həyatımı boş yerə yaşayıram və belə bir belə deyək də, sərt dönüş eləmişdi həyatında. İndi yəni bunları yadımıza salanda sahibkar da başa düşür ki, bunun qazandığı pul daha yaxşı yaşamağına, həyatını daha rəngarəng etməyə, daha yaxşı şeylərə sərf eləməlidir. Əks təqdirdə, əgər biz hər şeylə özümüz məşğul olsaq, həm biznesimizə ziyan eləyəcəyik, həm öz şəxsi həyatımıza ziyan eləyəcəyik, həm də o dediyim kimi vaxt itkiləri ilə tez-tez üzləşəcəyik. Ona görə yəni mən şəxsi praktikamdan bunları deyə bilərəm. Bir də o saatlarla klasterləşdirmə dediyim kimi hərə özü üçün, öz biznesinə uyğun onu qura bilər. Əsas odur ki, fokuslandığın bir işlə məşğul olursansa, həmin anda e-mailləri yoxlamaq, nə bilim, WhatsApp-a cavab vermək, bu şeyləri kənara qoymaq lazımdır. Bir də nəyi tətbiq eləmək, mən bunu da öyrənmişdim bir yerdən və doğrudan da tətbiq edirəm. Xüsusilə də o zehni əmək tələb edən işlərdə, fokuslanmaq lazım olan işlərdə o belə deyək, ona bəzən Pomodoro metodu da deyirlər. 25 dəqiqə, 30 dəqiqə işləyirsən, 5 dəqiqə fasilə verirsən, 7 dəqiqə fasilə verirsən. Həmin fasilədə poçtanı da yoxlaya bilərsən, nəyəsə cavab da verə bilərsən, dincələ də bilərsən, çıxıb ofisdən kənarda bir dövrə vurub havanı dəyişə də bilərsən. Yəni bu metoddan da istifadə eləməyi tövsiyə edirəm. Adətən, yəni mən də özüm də görəndə ki,
bir şeyde artık saatlerle meşgul olursan insanın o zihni effektivliği, məhsuldarlığı itmiş olur anda. Ama o fasile olmasa bir müddətten sonra o fokuslanma öz bəhrəsini vermir. Yani ben bunları tövsiye ederdim öz praktikamla. E, siz praktik olarak bir coaching elədiniz. Deməli, ümumiyyətlə buna deyirlər iş və həyat balansı. Balansını Evet, evet. siz göstərdiniz. Bəli, sahibkarlarda bu məsələ də aktualdır. Sahibkarlar artıq o qədər bizneslə məşğullar ki, o sərhədlər artıq itir. Evdə də öz deməli evində də bir biznes həyatını yaşayır adətən. Aydın məsələdir ki, biznesin çətin bir dönəmi ola bilər. Sizin orada müdaxiləniz deməli bir müddət çox intensiv olmalıdır. Bu anlanan bir məsələdir. Yəni heç bir sahibkar biznesini sürətlə əgər böyütmək istəyirsə, rahat həyatla bunu edə bilməz. Amma bunun da bir müddəti olmalıdır. Mən bir il bunu bu rejimdə yaşayacağam misal üçün. 6 ay bu rejimdə yaşayacağım. 3 il belə Evet. yaşayacağam. Amma bu həmişə sizin həyat tərziniz ola bilməz. Hı hı. Tükənməyə səbəb ola bilər. O baxımdan da yəni siz bu balansı yaxşı şey elədiniz. Bizə burada təfsir etdiniz. İnşallah bu istiqamətdə kiminsə fikirləri, sualları olsa ilkin müəllimə müraciət edə bilər. A, İndi bunun da iş tərəfi var. İş tərəfi ilə bağlı siz danışa-danışa mən bir axtarış verdim və tövsiyə olunan iş vaxtında necə bölüşdürmək lazımdır? Yəni 8 saat içində ya da ki bu 10 saatın içində ərzində iş vaxtı ərzində nəyə daha çox vaxt ayırmaq lazımdır? İstəyirəm o statistikanı elə buradan üzündən oxuyum ki Hı hı. səhvlərə yol verməyim. Deməli, iş müddətinin təqribən 10 saatı götürək daha yadda qalan Evet. olsun. Operativ idarə etməyə 20-25% vaxt ayırmağı tövsiyə edirlər. Hı hı. Hər detalda iştirak əvəzləmək üçün sistem və səlahiyyəti ötürmək lazımdır. Yəni biz o 20-25 özümüzü saxlayırıq və detallı məsələləri ötürüb və biz bayaq qeyd etdiyimiz delegasiyaya burada toxunur. Maliyyə və sənədləşmə işləri 10%-nə endirmək lazımdır. Mən bildiyim qədər indi sahibkarlar bəzən buna 15-20% ayırırlar. Yəni rutin prosesləri avtomatlaşdırmaqla burada qənaət etmək olar. ERP, CRM, elektron sənəd dövrəsi və sair kimi məsələlərlə burada o maliyyə sənədləşmə işlərində əlbəttə ki, biz qazana bilərik. Müştəri münasibətlərinə tövsiyə edirlər 20% vaxt ayırmaq. Hı hı. Yeri gəlmişkən bizim sahibkarlar bunu o 5, 10, bəzən də maksimum 15% edirlər. Ona görə ki, düşünürlər ki, müştəri ilə bizim front office məşğul olmalıdır. Amma əslində isə oradakı problemləri, oradakı feedbackləri, oradakı müştəri narazılıqları əlbəttə ki, strateji qərarlarınızla, yuxarıdakı olan qərarlarınızla dəyişməlisiniz. Əks halda elə o həmin xidmət səviyyəsi aşağıdırsa, olduğu qalır. Tövsiyə edirlər ki, müştəri münasibətlərinə daha çox vaxt ayırmaq. Təqribən 5də 1 hissəsi müştəri münasibətlərinə vaxt ayırmaqdır. Hı hı. Kadr və komanda məsələləri 10% gün ərzində. Bu da əgər təşkilatı strukturu yerindədirsə, iş vəzifə təlimatları yazılıbsa, əlbəttə ki, bunu 10%-ə də endirsəz problem olmaz. Elə 10% yaxşı bir rəqəmdir. Amma siz müəyyən bir sistem qurmalısınız. Təşkilatın strukturu olmalıdır, KPI-lər olmalıdır, job description-lar deyirlər, vəzifə təlimatları olmalıdır ki, artıq onun üzərində siz düzəlişlərlə 10% maksimum vaxt ayırmaq olar. Əgər bunlar yoxdursa, yəni burada planlamadan söhbət gedirsə, əlbəttə deməli birinci növbədə onun strukturunu qurmaq lazımdır. Hər dəfə strukturu siz quranda, sistemləşdirəndə siz hər dəfə oradan 5, 3, 10% qənaət etmiş olursunuz və digər istiqamətlərə. Marketinq və satışa tövsiyə edirlər ki, yenə də 5də 1 hissəsini ona ayırmaq. Amma sahibkarlar, mən özüm daxil olmaqla 5-10% vaxtı ayırırıq. Elə bilirik ki, satış da məhsul yaxşıdırsa satılacaq özü. Hı. Satışı və marketinqi push etmək lazımdır. Onu irəli vermək lazımdır. Onu təkan vermək lazımdır. Siz əlinizi götürsəz, heç kəs axı söhbət nədən gedir İlkin müəllim? Söhbət ondan gedir ki, məhsulu sizdən yaxşı başa düşən yoxdur və gələcəkdə harda olmağının da çoxları o visiondan çox az adamlar bundan xəbəri var. Onun gündəlik satış hədəflərini siz təyin etməsəz necə olacaq? Yəni siz o Anlıyorum. dəyərlərin bilirsiniz, əsas uğur amillərini bilirsiniz, müştərinin hansı ağrılarını aradan qaldırır onu bilirsiniz. Ona görə
bizim tövsiyəmiz odur ki, marketinq və satışa daha çox vaxt ayırasınız. Ona görə ki, maliyyəyə vaxt ayırmaqdan daha vacibdir. Onun ki, ona vaxt ayırmazsınız, maliyyə boş olacaq. Maliyyədə pul olmayacaq ki, siz onu, hələ onu nəzarət eləyərsiniz. Yəni pul axını Tamamilə. təmin edən bilən yer. O əsasən müştəri münasibətidir, satış marketinq. Fikir versəz, sahibkarın fokusunda qalmaq qalan məsələlərdir. Əlbəttə ki, qalan vaxtı da təqribən 15% hardasa strateji planlama və inkişaf. Yəni bu da görürsünüz ki, o time boxinqa baxsaq, ən çox vaxt aparan müştəri münasibətləri oldu, strateji planlama oldu, bir də ki, satış marketinq məsələsi. Yəni üç Tamamilə. məsələ. Tamamilə. Mənim bir demişəm sizə mentorum var. Deyir, üç məsələyə daha çox diqqət etməlisiniz. Sahibkar səhər oyananda üç məsələ haqqında fikirləşməlidir. İndi rusca deyirdi, e, deyir, prodaja, pribıl, üç dənə P var idi orada. Prodaja, pribıl, e, Produkt olar yəni. bir produkt. Tamamilə doğrudur. Deməli, mənim məhsulum nə yerdədir, məhsul islahatla bağlı nə gedir işlər. Bəli. Mənim prodaja, satışlarım, yəni marketinq hamısını bir yerdə birləşdirdi. Pribıl də Hı xərcləri -hı. yəni Tamamilə. deməli xərclərim nə yerdədir, orada optimallaşdırmalıyam, satışı necə qaldırmalıyam. Bir də ki, məhsulum nə qədər bu günləri yaxşılaşıb. Hı Əlbəttə ki, -hı. böyük kitlərdirlər. Yəni fokusu, diqqəti bura yönəltməklə deyir, sizə kifayət. Əgər bunları deyir bunlara keyfiyyətli vaxt ayırsanız, digərlərə vaxt deməli az ayırsanız da problem olmayacaq. Ona görə ki, bunlar özlərində bir çox məsələni satış, marketinqə diqqət ayırmısan, faktiki olaraq müştəri münasibətləri də qismən onun içindədir. Tamamilə. Əgər xərclərə baxırsan, deməli maliyyə idarə etməlisən də şey eləyirsən. Əgər məhsula şey eləyirsənsə, deməli istehsalat, yeni texnologiyalar, müştəri feedbackləri, yəni də müştəri münasibətləri bir qismi də bunun içindədir. Ona görə də 3 deməli bu istiqamət üzrə, ona görə deyir, sizin imkanınız yoxdur ki, 10 məsələyə gün ərzində fokus edərsiniz. 3 məsələnin üzərində işinizi qursaz, kifayət edir ki, siz biznesinizi stabil inkişaf elətdirə bilərsiniz. Bax bunu bizim yoldaşlara oxumaq istərdim. Siz necə bu Yox, fikirlərlə razısınız? tamamilə razıyam. Bu fokuslanmaq məsələsinə mən qayıtmaq istəyirəm. Yəni Amerikada bir iş adamı var idi. Yəni təəssüf ki, onun da soyadını indi deyə bilməyəcəm. Ümumiyyətlə adlar yadımda qalmır adətən mənim. Mənim belə deyək də fikirlər daha çox yadımda qalır, nəinki adlar. E, Deməli o adam bir şirkətdə çalışarkən bunun yaxşı ideyalar olur həmişə, amma bu ideyalarını işləyib axıra çatdıra bilmir. İşdə yüklənir, vaxtını düzgün planlaşdıra bilmir və s. Prokrastinasiya əmələ gəlir adamda və bir dəfə qərara gəlir, e, işdən aralanır, 2 aylıq təsəvvür edin, məzuniyyət götürür 2 aylıq öz hesabına. Gedir, deməli, kənddə bir belə deyək də, qohumunun evini icarəyə götürür, gedir orada başlayır, heç kim qalmır o evdə. Gedir orada o ideyasının üzərində işləyir. O sonradan gəlib o ideyası ilə yeni biznes qurur. Sonradan həmin biznesini Google-a bir neçə milyon dollara satmış bir adamdır. Yəni o deyirdi ki, əgər mən o müddətdə gedib orada oturub fokuslanmasaydım işimin üstündə, onun hər tərəfini, ideyamın hər tərəfini yazıb çıxarda bilməsəydim ortaya, o işi də qura bilməyəcəkdim və sonra onu da başqasına satar. Ondan sonra o satır, onun ideyaları çoxdur deyə. Sonradan çəkilir təzədən o sakitliyə və yenidən o yeni ideyasının üzərində başlayır işləməyə. Yəni maraqlı bir insandır. Onun haqqında oxumuşdum mən. Bəli. Bir də ki, siz də dediniz ki, doğrudan da yəni bu delegasiyadan danışanda və s. o Steve Jobs'un bir sözü yadıma düşdü. Deyir ki, əgər siz sürətlə getmək istəyirsinizsə, tək gedin. Əgər yox uzağa getmək istəyirsinizsə, onda komanda ilə gedin. Deməli, uzağa getmək istəyiriksə biz, yəni burada məqsəd birinci finişə çatmaq deyil dediyim kimi, məqsəd biznesi qurub gəlirə çıxartmaqdır, rəqabətə dözməkdir və bazarda öz payını tutmaqdır. Burada da bunu təbiidir ki, vaxtın düzgün bölünməsi olmadan o sizin də bayaq qeyd elədiyimiz
sistemləşmə qurmadan vaxtı düzgün eləyə bilməyəcəksən, yəni vaxtı da düzgün idarə eləyə bilməsən, özün tükənəcəksən. Burada biz prokrastinasiyadan danışdıq. Bir də tənbəllik var. Yəni bunları bəzən qarışdırırlar. Yəni bunlar fərqli şeylərdir. Yəni tənbəllik hər insana var, yəni insana xas xüsusiyyətdir. Hamı dincəlmək istəyir, hamı əziyyət çəkmədən pul qazanmaq istəyir, amma bu həmişə belə olmur. Amma tənbəl adam ümumiyyətlə heç nə eləmək istəmir, o tənbəllikdir. Amma prokrastinasiya nə vaxt yaranır? Sən fokuslaşa bilmirsən bir işin üzərində və o işə deyirsən ki, bunu sabah eləyərəm, yox, gələn həftə başlayaram. Çünki səndə bir özünə inamsızlıq yaranır. Fikirləşirsən ki, orada nəticə olmayacaq, mən onu necə eləyəcəm? Özün-özünə o suallar verdikcə o işi bir növ uzaqlaşdırırsan və o ideyanı görürsən bəzən doğrudan da vacib olan bir işdir və o ideya sənin biznesinə çox böyük müsbət təsir göstərə bilər. Amma sən onun üzərində işləməyə vaxt tapa bilmirsən, fokuslaşa bilmirsən onun üzərində. Bu da gətirir o prokrastinasiyaya çıxardır. Ona görə də bu sizin dediyinizə qüvvət, bu bölgü, sistemlik, strateji hədəflərin düzgün müəyyən olunması son nəticədə vaxtın düzgün idarə olunmasına töhfələr verir. Əgər burada hamısında problem varsa, sən nə qədər vaxtını düzgün planlaşdırırsan, biznesin yenə Bəli, problem yaşayacaq. bəli. Bunun üçün bir bünövrə lazımdır. Yəni altyapı olmalıdır. Keyfiyyətli əməkdaşlar yerində olmalıdır. Təşəbbüskar komanda olmalıdır. Sizin onlarla səmimi ünsiyyətiniz olmalıdır. Hər yerdə sistemi olmalıdır. Bayaq dediyimiz kimi də o struktur olmalıdır. Vəzifə ötəliklər olmalıdır. KPI-lər təyin olmalıdır. Məhz bunları qurmadan sahibkar öz vaxtını heç vaxt idarə edə bilməz. Ona görə ki, bunların yerinə özü gündəlik müdaxilə etməlidir. Tamamilə, tamamilə. Rəqəmsal idarə etməyə çevirdikcə biznesi, biz burada əlbəttə ki, biz təkrar proseslərin avtomatlaşdırması ilə də bağlı qısa onu deyə bilərik ki, yəni mümkün qədər sistemləşməlidir. CRM-dən tutmuş, ERP-yə qədər, call center-dan tutmuş, sənəd dövriyyəsinin idarə olması qədər. Ona görə ki, bu proseslər hər anında etdin, etmədiyin kimi sualları, statusları öyrənmək üçün bir vaxt yoxdur ki, soruşum görüm nə. Mən sistemə baxıram, ya da ki, sistem özü mənə bildiriş verir ki, filan sənəd təsdiqə gəlib, misal üçün. Və yaxud günün sonunda Tamamilə. mənə hesabatı nəticə olaraq göndərir. Mən hər an soruşum, ambarda qalıq nə qədərdir, alver gedir yoxsa getmir. Məndə statistik məlumatlar özləri sistem tərəfindən bildiriş gəlir, mən onları görə bilirəm. Bu da mənim deməli, bu məsələyə gündəlik hər an ora müraciət edib nəyisə öyrənməyim üçün həm öz vaxtımı alıram, həm də ki, bu sualları mənə cavablandıran əməkdaşım vaxtını almış olurum. Tamamilə. Bir fikir də deyirlər, sahibkar həm də yox deməyi bacarmalıdır. O da vaxtın qənaətinə səbəb olur. Yox deməyi nədən söhbət gedir? Əməkdaşlara yox demək lazımdır, müştərilərə yox demək lazımdır, dostlara yox demək lazımdır. Yoxsa ümumiyyətlə özü bəlkə bəzən də yox demək lazımdır ki, bununla məşğul olmamalısan. Bunların hamısı var hesab edirəm Emin bəy. Çünki bilirsiniz ki, bizim ətrafımızda həmişə vaxt oğruları var. Və biz o vaxt oğrularını düzgün müəyyən etməyi bacarmalıyıq. Və o vaxt oğrularına yox deməyi bacarmalıyıq. Vaxt oğruları da o sizin dediklərinizin hamısında var. Yəni əməkdaşlar bəzən görürsünüz ki, sizin vacib bir məsələdə fokuslaşdığınız yerdə gəlib bayağı bir sual verə bilərlər sizə. Ya telefonla, daxili telefonla zəng vurub elə bayağı sual verə bilərlər ki, sizin bütün fikriniz qarışar. Bu momentdə yox deməyi bacarmaq lazımdır ki, yox, indi mənə bu saatlarda heç kim dəyməsin. Mən bu işimi bitirəndən sonra bizim ayrılmış vaxtımız var. Təcili bir şeydirsə yazın, deməli, WhatsApp-a, nə bilim, qrupa və yaxud da, nə bilim, Mavinə və yaxud da başqa bu səlahiyyətlərini köməkçiyə və s. Eyni zamanda müştərilərdən də vaxt oğruları var. Hansılar ki, həm bizim sahibkar kimi sahibkarların vaxtını uğrayırlar, həm də biznesin vaxtını uğrayırlar. Məsələn, deyək də bizdə bir müştəri olmuşdu ki, call centrə bu adam gündə zəng vururdu və hər dəfə də zəng vuranda ən azı 40 dəqiqə danışırdı. Call centrdə biz statistikaya baxanda yəni görürdük və artıq call centrin rəhbəri
iclasda şikayət elədi ki, mənim belə müştəri var. Deməli, bu üç nəfərdir evdə. Bu adamlar, misal üçün televizor alıblar. Televizorun bütün funksiyalarını call centerdən soruşub öyrənmək istəyirlər. Yəni özlərinə əziyyət verib, yəni onun belə deyək, texniki pasportunu açıb funksiyaları oradan baxmırlar. Yaşlı adamlardır, zəng vururlar, bir-bir soruşurlar ki, mən bunu eləmək üçün nə etməliyəm, hardan? Başa da salırsan, o bir dəfə bir IT mütəxəssisini, bir IT məhsulu satışından danışırdı ki, o deyirdi ki, mən özümü sınadım, mən gördüm ki, mən satış adamı deyiləm. Deyir, necə oldu? Deyir ki, bəs mənə bir müştəri zəng vurmuşdu. Mən ona proqramı başa salırdım və deyirdim ki, bax burada görürsünüz, sizin ekranda falan şey çıxır. Orada siz bu sıçanı, ox işarəsini çəkirsiniz onun üzərinə, düymənin üstünə basır. Deyir, axı mənim sıçanım onun üstünə getmir. Deyir ki, yox, bəs siz sıçanı sağ tərəfə çəksəz, həmin ox işarəsini onun üzərinə qoyub tıklaya bilərsiniz. O deyir, məndə artıq stol qurtarıb, mən bundan o tərəfə çəkə bilmirəm sıçanı. Deyir, mən onda başa düşdüm ki, bu iş mənlik deyil. Dedim ki, aydın oldu. Ondan sonra deyir, ərizəmi yazdım, çıxdım. Yəni, satış işçisinin doğrudan da elə müştərilərlə işləmək bacarığı da olmalıdır. Amma onlar da bir növ vaxt oğrularıdır. Eyni zamanda da təbiidir ki, biz qohumlara, dostlara vaxt ayırmalıyıq. Amma burada da ifrata varmaq olmaz. Bəzən görürsünüz ki, yəni dostlar da həddindən artıq çox, belə deyək, istirahətə, kəfədamağa vaxt sərf eləməyə istəyirlər. Sən də istəyirsən komandadan geri qalmayasan, amma görürsən ki, gedirsən, ürəyin qalır ki, filan işi tamamlayacaqdım bugün, tamamlaya bilmədim. Sabahı planlarımı pozdum, onun üstünə gəlməliyəm, ona görə axşam bir saat artıq vaxt qalım. Onda da kiminsə, nə bilim, bir işi çıxır, ya evinin ailədən kəsməlisən, ya nədənsə kəsməlisən. Ona görə, yəni bunlarla əlbəttə ki, rastlaşırıq. Bu vaxt oğrularından, belə deyək, uzaq olmaq lazımdır, çalışmaq lazımdır ki, o vaxt oğrularına yox deyə bilək. Bir də bu sizin o bayaq dediklərinizə əlavə eləyərdim ki, o alətlərdən istifadə eləməyi bacarmalıyıq. Yəni, burada prioritetlərin müəyyən olması zamanı hansı effektiv üsullar var ki, siz də yəqin istifadə edirsiniz ondan. Bu Eisenhower'ın matrisi deyilən matrisdən, yəni işlərin vacib təcili olması, daha az vacib, təcili olmayan və yaxud və s. o matritsada istifadə eləmək, Pareto qanunundan istifadə eləmək, yəni əsas nəticə verən, effektivlik verən, yəni sizin vaxtınızın 20%-i ki, effektivliyin 80%-ni təmin edir. Ora fokuslanmaq, birinci növbədə o işləri görmək. Sonra bu refleksiya işlərində, yəni buna refleksiya da deyirlər və günün sonunda yəni nə elədiyimi qiymətləndirmək və sabaha planları təmin eləmək. Yəni bu metodlardan istifadə eləməklə sahibkarlar hesab edirəm ki, əgər o siz dediyiniz, sadaladığınız məsələlər qaydasındadırsa, yəni ora vaxt sərf eləməlisən ki, sən sistem qurasan. Amma mən bunu edeyim, eybi yox, bu gün belə olsun, sabah belə olsun, 5 gün belə eləyərəm, sonra kiməsə ötürərəm. Amma daha yaxşı olar ki, gündə o sistemi qurmağa bir neçə saat vaxt sərf eləyəsən. Yəni bunun, belə deyək də, biraz uzun bir əhvalat var, onu danışmaq istəmirəm vaxtı almamaq üçün. Çünki adam gündə vaxtının bir hissəsini sərf eləməklə başqa birisi ilə eyni işi görür, amma ondan daha az pul qazanır. Ona da təklif edir ki, gəl belə eləyək də, gündə bu işi quraq ki, sabahları daha yaxşı pul qazanır. O deyir, yox, mənə bugün pul lazımdır. Mən elə o işə vaxt sərf eləmək istəmirəm. Amma həmin onun dostu sərf edir, bir müddətdən sonra elə bir vəziyyətə gəlir ki, onun qurduğu işi görəndən sonra dostunun gördüyü işə daha ehtiyac qalmır. Yəni, bu nöqteyi nəzərdən o sistemi qurmağa mütləq vaxt sərf eləmək lazımdır. Bunun üçün də ideyalarla işləməlidir sahibkar. Sahibkar kimdir? İdeya generasiya edən adamdır. Nəyi təkmilləşdirmək lazım olduğunu düşünən, necə təkmilləşdirmək lazım olduğunu qərar verən adamdır. Amma burada da sizin o bayaq dediyiniz komanda məsələsinə
qayıtmaq istəyirəm ki, o belə bir qayda da var ki, necə edəcəyimi düşünmə, kim eləyəcəyini düşün. Yəni mən bu işi, bunu eləmək lazımdırmı? Mən qərarını verdim və kim eləyəcəyin haqqında düşün. Yəni necə eləyəcəyim, o zaman adam daha çox özü düşünür ki, mən bunu necə eləyəcəm. Amma mən bunu kimə həvalə eləyəcəm düşünəndə artıq sənin daha çox o belə deyək də şansların açılır ki, sən ona özün vaxt sərf eləməyəcəksən. Mən bunu kiməsə həvalə eləyəcəm. Hətta bu şirkətin komandanın içində olmaya da bilər. Outsource ola bilər. Biz bir nümunələr çəkmişdik keçən görüşlərimizdə ki, şirkətin sahibinin, sahibkarın qərar verəcəyi əsas məsələlərdən də biri odur ki, nəyi biz şirkət olaraq özümüz görəcəyik, nəyi ki biz outsource-a verəcəyik. Və əgər o qərarda da düzgünlüyü olmayacaqsa, onu da özümüz eləyək. Bu pulu niyə xərcləyirəm mən kənara, qoy qalsın elə şirkətin içində. O zaman biz əsas hədəflərdən yayınacağıq və o detallarda itib batacağıq ki, öz əsas hədəfimizə çatmaqda bizə maneələr yaradacaq və vaxt itkisinə gətirib çıxaracaq son nəticə. Tamamilə doğru. Deməli, siz o dostlar arasındakı vaxt oğruları haqqında danışdınız. Yəni mən tipik kiçik orta biznes sahiblərinin elə bil ki, bir yanaşmasını sizə deməli burada qeyd etmək istəyirəm. Mən bir çoxdandır, bir 10-15 ilin söhbətidir. Neçə dəfə getdim mən o sahibkar yoldaşla görüşə. Hər dəfə gördüm ki, ya onun məhəllə yoldaşı, məhəllədəki dostu, ya da ki sinif yoldaşı, ya da ki institut yoldaşı onun otağındadır. Qarşısında çay, fıstıq, fındıq filan və söhbət edirlər. Mən axırı dedim ki, sən bəs işləməyə vaxt çatdırırsan, hər dəfə gəlirəm görürəm bir nəfər var. Özü nə müştəridir, nə də ki əməkdaş. Yəni aydın məsələ, əməkdaşın sağ ola bilər, gələ bilər, ya da müştəridir, vacib müştəri, sən VIP müştərilərlə məşğulsan. Deyir, yox, valla nə eləm, deyir, zəng vururlar, deyirlər, işdəsən, deyirəm mən. Deyir, vaxtım var, gəlirəm yanıma. Gəlin bir stəkan çay içək. Bir stəkan çay içək və günün belə keçir. Yəni sahibkar yox deyə bilmirdi. Bəzən yox deyə bilmir, bəzən də özü meyilli olur belə məsələyə. Hı hı. Düşünür ki, yəni bizneslə məşğul ola-ola paralel ara söhbətləri və şəxsi söhbətləri də aparmaq mümkündür. Birmənalı şəkildə işin keyfiyyətinə təsir göstərir. O bir gün sizə işdən tez çıxmağı deyəcək ki, onsuz da altın yarısıdır, yarım saat qalıb çıxar, gedək elə yavaş-yavaş evə ya da gəzməyə falana. Yəni hər dəfə sizi müəyyən bir yolla işdən yayındıracaq. Dəfələrlə görmüşəm belə sahibkarlar biznesi böyüdə bilmirlər və onu da qeyd etmək lazımdır ki, İlkin müəllim, əməkdaşların ən çox sevdiyi hal, vəziyyət, situasiya müdirin yanında dostu var. Müdirin yanında qonağı var. O vaxt işdə keyfiyyətsiz görülür. O vaxt Başı işdə qarışırsın məsuliyyətsiz dedim. görülür. Başı qarışır və biz də o dincəlir, biz də dincələk də. Biz də yəni işin tempi dəfələrlə aşağı düşən bir vaxt kəsiydi ki, harcı sahibkar orada öz dostu ilə üzr istəyirəm, çənə vurur. Biz də burada söhbətimizi davam edə bilərik. İş qaldı bir kənara. Yəni işin ciddiliyini aradan aparan, işin elə bir tempini aşağı salan dəhşətli bir amillərdir. Gözə görünməz belə çox belə məzlum görünən bir halda dostu da gəlib nə var ki burada? Yəni Hı belə hı. çox belə necə deyirlər adi bir haldır da. Burada bunu belə şişirməyə nə ehtiyac var? Əslində isə çox ciddi, uzun müddətli şeydə çox ciddi bir fəsadlar verə biləcək bir məsələdir. E, Mən istərdim ki, yavaş mövzuları deməli yekunlaşdırıb rezümə eləyək. Əgər ələ, Bəli. əlavə fikriniz varsa, deyiz, yoxdursa, vaxta görə deyirəm, rezümə edək. Mən qısaca istəyərdim ki, bir stereotiplərə də toxunaq, qısaca onları da sayaq və Aha, demək olar ki, bu məsələdə hər şeyə əla, toxunduq. əla. Hansı stereotiplər var? Bəzi stereotiplər də var ki, sahibkar həmişə məşğul olmalıdır. Yəni hətta belə vacib bir işi də yoxdur, amma özü-özünə iş fikirləşir ki, oturum bunu edeyim, onu edeyim və Yaxşı deyil də, məşğul olmalıyım, yaxşı deyil. hə, hə. Yəni nə qədər çox işləsəm, o qədər çox pul qazanacam. Bu da həmişə belə olmur. Həmişə belə olmur. Ona görə bunu stereotip mən adlandırardım. Ondan başqa
e, bazı adamlar düşünür ki planlaşdırma əksinə vaxt itkisidir. Biz elə oturub planlaşdırdığım vaxtda gedib işi görərəm də mən. Xeyr, yəni burada işləri düzgün görməkdənsə düzgün işləri görmək vacibdir. O düzgün işləri də görmək üçün planlaşdırma lazımdır. Bəli. Ee, Bəzilərində elə bir stereotip var ki, mən texnologiyaya arxalanıram, texnologiya hər şeyi mənim əvəzimə eləyəcək. Yəni bu da belə deyil. Nə qədər sən texnologiyadan istifadə eləsən də, nə qədər doğrudan da yaxşı IT bacarıqların olsa da belə də texnologiya insanın zehnini, düşüncəsini, sahibkarın belə deyək, visionunu əvəz eləyə bilməyəcək. Ona görə buna da çox arxain olmaq olmaz. E, Bax, əsas bu stereotipləri qeyd eləmək istəyərdim ki, yəni bunu da vaxtla bağlı bəzən biz görürsüz ki, belə düşünənlər də olur. Yanlış düşünənlər. Bunlar yanlışdır. Yəni doğrudur, işləmək də lazımdır, məşğul olmaq da lazımdır, amma hamısını planlı şəkildə eləmək ki, o bayaq sadaladığımız məsələlər ki, effektiv, yəni vaxtı sərf eləmək şərt deyil, vaxtı effektiv istifadə eləmək şərtdir. Tamamilə doğrudur. Tamamilə doğrudur. Biz inşallah düşünürəm ki, biz görüşdə maraqlı məsələlərə toxunduq. Danışdığımız sözləri, fikirləri, təklifləri rezümə etmək istəyirəm. Birinci növbədə mən onu deməli bu görüşdən hasil etdim ki, mənim deməli ilk növbədə bir strateji hədəf olmalıdır. Yəni sahibkarda bir vision olmalıdır. Biznesdə bu yoxdursa, əlbəttə ki, biz hara getdiyimiz və nə ilə məşğul olduğumuz kimi məsələlər sürüşkən olacaq. Onlar dəqiq olmayacaq, qeyri-müəyyən olacaq və bizi hər dəfə nəyəsə fokuslamaq çox çətin olacaq. Bizi əgər fokuslamaq istəyiriksə, əlbəttə hədəfimiz olmalıdır, getdiyimiz nöqtə bizə bəlli olmalıdır və tək bizə yox, bütün komandaya. Və buna görə də bunu biz nəzərə alaraq özümüzlə yanaşı eyni zamanda biznesi sistemləşdirməyə çalışmalıyıq. Təşkilatı strukturu bizdə aydın şəkildə olmalıdır, vəzifələr bölgüsü aydın şəkildə olmalıdır, vəzifə təlimatları aydın şəkildə olmalıdır. Hər vəzifə üçün müəyyən olmuş KPI-lar təyin olunmalıdır və mümkün qədər avtomatlaşdırma sistemlərindən istifadə etmək lazımdır ki, məlumatların əldə olunması, onların təhlili, analizi üçün vaxt az sərf edək. Yəni hazır datalar əldə edək və yaxudsa onlardan gələn bildirişlər, xəbərdarlıqlar, notificationlar deyək də, onlar vasitəsilə biz yalnız onlara deməli reaksiya göstərək. Yoxsa hər an nə baş verdi, nə oldu görəsən orada yox, vaxtı var. Saat 5-də gələcək bildiriş, mən bütün. Digər tərəfdən də bu sistem qurandan sonra sahibkar vaxtını zamanlara bölməlidir, bokslara bölməlidir. Siz deyən kimi klasterlərə bölməlidir ki, o vaxt ərzində yalnız o tipli işlərlə məşğul olsun. Bəli. Bayaqlar statistikanı oxuyanda belə bəlli oldu ki, vaxtın əsas hissəsi sahibkar ayırmalıdır. Müştəri münasibətlərdəki olan proseslərin, bunların idarə olunması strategiyasına daha doğrusu. İkinci məsələ satış və marketinqi. Ona görə ki, şirkətin əsas pul axını və inkişafı məhz satışdan və marketinqdə orada həll olunur və digər böyük bir blok vaxt gedir strateji planlama. Ümumiyyətlə şirkətin strateji planlamasıdır. Nə qədər biz hədəflərə doğru gedirik, bazar dəyişibsə ona uyğun olaraq müəyyən bir dəyişikliklər aparmaq lazımdır, yoxsa yoxdur. Və bütün istiqamətlər üzrə hansı strateji addımlar atmaq lazımdır, komandanı hansı istiqamətə yönəltmək lazımdır, o kimi məsələləri həll etmək lazımdır. Necə sahibkar öz vaxtını düzgün və səmərəli istifadə olunduğunu və yaxudsa təşkil etdiyini bilməlidir, ya da necə onu bilə bilər? Biz deyirik ki, gün ərzində bütün gördüyü işləri siyahılaşdırsın. Misal üçün, bir həftə ərzində bu işi aparsın. Hər həftə birinci gündən həftənin sonuna qədər bütün həftə ərzində, həftənin günləri ərzində gördüyü işləri siyahılaşdırsın. Ki, bu işi görürəm, bu işi görürəm. Onların içində ondan sonra başlayır biz dediyimiz məsələ ki, hansı ki siz qeyd etdiniz, Eisenhower deməli matrisi üzərində işləri bölsün. Orada 4 kateqoriya var. Vacib, təcili, qeyri-vacib, qeyri-təcili. Bir də var vacib, qeyri-təcili, qeyri-vacib, təcili. Deməli, tövsiyə edirlər ki, vacib
və təcili işləri dərhal icra etmək lazımdır. Bu sahibkarın öz işidir. Vacib və təcili. Vacib amma qeyri-təcili məsələ varsa, tövsiyə olunur ki, bunu planlaşdır. Bu sənin işindir, vacibdir. Amma bunu planlaşdır. Qeyri-vacibdir, amma təcilidir. Əlbəttə ki, bunu əməkdaşlara həvalə etmək lazımdır. Mütləq bunu həvalə etmək lazımdır. Qeyri-vacib və qeyri-təcili ümumiyyətlə o işləri sıradan çıxartmaq lazımdır. Məhz o üçüncü məsələ ki vardı, qeyri-vacib amma təcili. Misal üçün, e, təcil olaraq bu məhsulu çatdırmaq lazımdır o müştəriyə. Əlbəttə ki, əməkdaş bunu etməlidir. Bu mütləq bu belə olmalıdır. Belə olan məsələləri delegasiya məsələləri və bu tipli məsələlər delegasiya etmək deməli məsələsi çıxır ortaya. Delegasiyada siz düzgün əməkdaş seçməlisiniz. Bir müddət onun uğursuzluqlarına və səhvlərinə göz yummalısınız. Ona mentorluq etməlisiniz, öyrətməlisiniz. Bu həm əməkdaşın inkişafına səbəb olur, həm də ki sizin şirkətdə karyera deməli qurmaq şansları əməkdaşlar üçün olur. Bu cəlb edici olur sizin şirkətinizdə iş yerləri və sonuncu məsələ də ki, sizin o yox demə məsələsi mənə çox xoşuma gəldi. Yox deməyi bacarırız. Öz iş müddətinizi əgər o boksda yalnız işlə məşğul olduğunuz bir vaxt varsa onu ayırmısınız, onu qorumaq üçün e, bəzən çox vaxt yox deməyi bacarmalısınız. Bu yaxınlar da ola bilər, bu dostlar da ola bilər, bu əməkdaşlar da ola bilər, bu müştərilər də ola bilər ki, hansı ki sizin enerji və vaxt vampirləridir. Siz deyən kimi oğrulardır. Onlardan qurtulsanız, əlbəttə ki, yaxşı olar. Və bilməlisiniz ki, siz vaxt qənaət etdikcə, vaxtı düzgün planlaşdırdıqca, İlkin müəllimin sevdiyi bir ifadə var. Siz biznes ideyaların generatoruna çevriləcəksiniz. Biznes ideyanın generator olmaq üçün, yeni ideyalar fikirləşmək üçün sizin beyniniz deməli çox sərbəst və rahat şəkildə olmalıdır ki, siz sizin əsas deməli fəaliyyətiniz İlkin müəllimin dediyi kimi biznes ideyaların generasiyasıdır. Onun üçün də zamanı düzgün planlaşdırmaq lazımdır. Devam elə, devam elə. Belə İlkin müəllim, istəyirəm yekunlaşdıraq. Mənə belə gəlir ki, biz vacib məsələləri toxunduq. Əlbəttə mövzu genişdir. Biz bunu saatlarla danışa bilərik. Amma sizlə danışdığımız kimi içində bir neçə mövzu var. Elə biri delegasiyadır. Onunla ayrıca bir inşallah veriliş edəcəyik və düşünürəm ki, bu mövzu da sahibkarlarımız üçün maraqlı və faydalı olacaq. Mən Mən də sizə təşəkkür eləmək istəyirəm. Yəni bu təşkilatçılığınıza görə və eyni zamanda da özümüzə də sahibkarlara da ideal vaxt bölgüsünü aparmaq bacarığını arzu edirəm ki, yəni həm həyat, yəni şəxsi həyat və iş həyatı arasında ideal balans tapa bilsinlər həmişə. bəli. Yekunlaşdırırıq biz görüşümüzü. Gələn görüşə qədər sağ olun. Sağ olun.